dostlar, gəlin bunun izahına baxaq. Cəvahir müəllimənin 9-lar üçün hazırladığı summativdir. Çox bəyəndim. Art is a way for people to express their feelings, ideas and creativity through various forms like painting, music and dance. Deyir, incəsənət insanların öz hisslərini, ideyalarını və yaradıcılığını ifadə eləmək üçün bir yoldur. Bu da nəyin vasitəsindən? Boyamaqla, musiqi və rəqsin vasitəsindən. Throughout history, it has been used to tell stories and share important messages. Deyir, tarix boyunca o, deməli, hekayələr söyləmək və vacib mesajları paylaşmaq üçün istifadə edilibdir. Famous artists, məşhur rəssamlar, such as Leonardo da Vinci and Vincent van Gogh, Da Vinci və Van Gogh kimi created works that continue to inspire people today. Yəni bu şəxslər kimi, hansı ki hələ də onların bugün də bu adamlar insanları ruhlandırmağa davam edirlər əsərlərindən. Art can be found everywhere. İncəsənət hər yerdə ola bilər, tapıla bilər. From museums to street art. Muzeylərdən küçə incəsənətinə kimi. And it helps us see the world in new ways. Və o bizə dünyanı yeni yollarla görməyə kömək edir. Dünyanı yeni yollarda görməyə, yəni yeni üsullarla görməyimizə kömək edir. It has the power to make us think, feel and connect with others. O bizə deyir ki, digərlərini hiss etməyə, düşünməyə və əlaqə qurmağa, digərlərinə əlaqə qurmağa, bizi düşünməyimizə və hiss eləməyimizə güc verir. Art also allows people to explore their emotions. İncəsənət həmçinin insanlara kömək edir ki, öz emosiyalarını explore eləsinlər, yəni aşkara çıxarsınlar və find new perspectives on life və həyatda yeni tədqiqat aparsınlar öz emosiyaları üzərində və həyatda yeni perspektivlər tapsınlar. Whether it is through a painting, a song or a performance, art can speak directly to the heart. Deyir, o birbaşa belə deyək də, boyamada mı, mahnıda mı, hansısa bir performansda mı olsun, incəsənətdə mi olsun, o birbaşa insanların ürəklərinə danışır. In this way, art plays a vital role in connecting people across cultures and time. Və bu yolla da incəsənət insanların mədəniyyət və zaman boyunca insanları birləşdirməkdə vacib rol oynayır. Deyir ki, bu incəsənətin əsas məqsədi nədir? What is the main purpose of art? A bəndində entertain people, insanları əyləndirmək, make people feel sad, insanları qəmgin hiss etmək, mənfi məna ola bilməz, bu getdi. Express feelings, ideas and creativity, hissləri, ideyaları və yaradıcılığı deməli ifadə eləmək, make money, pul qazanmaq, bu deyil. Explain historical event, tək tarixi hadisələri ifadə eləmək üçün deyil, bu da səhvdir. İnsanları əyləndirmək üçün sırf bu səbəbdən də deyil, cavab C bəndidir. İnsanların hisslərini, ideyalarını və yaradıcılığını ifadə eləməsi. Sonra 2-də nə deyir? According to the passage, how does art speak to people? Bu mətnə əsasən insanlar, incəsənət insanların necə danışır, belə deyək. Burada bir cümlə var idi. Baxın bu cümlə. Painting, song and performance vasitəsindən. Haradadır bu cavab? Painting. Burada deyir sadəcə performansla. Burada deyir müxtəlif mövzuları izah eləyərək. Artistin həyatına, rəssamın həyatına cəmlənərək, bu səhvdir. Bizə cari hadisələrdən danışaraq, xeyr, keçmişdən də danışa bilər. Yalnız performanslarla olmaz, müxtəlif işlər olmaz. Bu olsun ki, hisslər, emosiyalar və yeni perspektivlərlə. Sonra işə baxaq. What role does art play in culture? Hansı rolu oynayır mədəniyyətdə? Hansı rolu oynayır incəsənət? Sadəcə o müəyyən ölkələrdə vacibdir. Bu yanlışdır. Bax, budur. It connects people across cultures and time. O, insanları mədəniyyət və tarix boyunca, belə deyək, zaman boyunca birləşdirir. Art can be found everywhere. Hər yerdə tapıla bilər. Muzeylərdən tutmuş küçə incəsənətinə kimi. Bu da cavab B bəndidir. Baxaq, struggle nədir? Döyüşmək. A hard fight
In which people try to get achieve something. Çətin bir döyüşdə hansı ki insanlar çalışırlar ki, nəyəsə nail olsunlar və əldə etsinlər. The state of being free from the attention of the public. İctimaiyyətin elə bil diqqətindən azad olmaq vəziyyətinə nə deyirlər? Deməli, bu privacy'dir, özəllik, şəxsilik. Many people him a genius in his field. Çoxlu insanlar onu öz sahəsinə dahi kimi consider hesab eləyirlər. She is full of energy, full of-la işlənir. Field də with-lə işlənir. Baxın, bu düşmüşdü imtahana. Of with. Cavab B. The kitchen was so that. Baxın, bu bağlayıcıdır. Bu bağlayıcının ortasında bizə demişdik, so-dan sonra sifət və yaxud da zərf, sonra zət gəlir. Burada mess də feil kimi verib qarşılıq. Mess sifət forması messy olur. Deməli, so messy zət elə qarşıq idi ki, I didn't know where to start cleaning. Mən bilmirdim ki, hardan təmizləməyə başlayayım. His expression changed. Onun ifadəsi, expression, isim forması qoyuruq. Hizdən sonra çünki isim gəlməlidir, expressdən isim yaradırıq. Onun ifadəsi dəyişdi. Nə vaxt ki, o, deməli, he saw the surprising result. Təəccübləndirici nəticəni görəndə onun ifadəsi dəyişdi. Burada da expression qoyuruq. 6-ya baxırıq, sinonimlər. Breathtaking, nəfəs kəsici və nəfəs kəsici impressive. Impressive sinonimini mən sizə demişdim. Awesome da ola bilər. Deməli, breathtaking o impressive. Passive voice-da olan cümlələri seçməliyik. Documents should be signed. Birinci düzgündür. Niyə? Çünki should modal feildir. Modal feilləri ortaya be girir, sonra da id qəbul edir. Bir düzdür. The walls were being painted a bright yellow. Deyir ki, bu da indiki keçmiş davam edicinin məhsuludur. Baxın, were, being ortada istifadə olunub. Sonra da painting, painted. 1-2. Millions of people have been. Have been-dən sonra verb biçimi yoxdur. Deməli, 3 yanlışdır. Has made, has been made olardı. Bu da səhvdir. Have been made, ucu 5 düzgündür. 1-2-5. Deməli, belə olur. O cümlə quranda mübtədamız he, o, grabbed, götürdü. 1, o götürdü. 5-1. Nəyi götürdü? Mismarı götürsün və mismar və hardadır burada? 7. Screw, açarı götürsün. 3. Deməli, to hang the shelf, rəfi açmaq üçün 8-9. Hardan götürdü? From 6-4. From the toolbox. Alət qutusundan o şkafa açmaq üçün açarı və neylədi? Mismarı götürdü.